sual olundu. Ya Resulallah, istəyirəm dualarım qəbul olsun. Həzrət buyurdu ki, haramdan çəkin ki, duaların qəbul ola. Buyurulur ki, o ağız ki, haram tikə yeyir, haramdan qidalanır, o ağızdan çıxan dua qəbul olunmaz. Ən böyük maniyə bulardır. O dili ki, haram sözlər danışır, qeybət, töhmət, yalan, söyüşlər və s. O dildən çıxan duanı Allah qəbul etməz. Həzrət buyurur ki, haramdan çəkin. Haramdan çəkinmir və istəyir də duası qəbul olunsun. Həzrət açıq-aşkar buyurur ki, haram yeyən insanın duası qəbul olunmaz. Əgər Allah bir insanın duasını qəbul edirsə, öz rəhmətini ona şamil edir. Öz rəhmətini ona nazil edir. Lütfü ilə ona nəzər salır. Amma haramdan qidalanan insana